Ne zaman hazırladığım pizzanın reseptini sizlərlə də bölüşsəm izlənməsi milyonları keçir. Bugün yenə xəmiri incə, dadı isə möhtəşəm pizza hazırladım, sizlərlə də bölüşürəm. Qaba ilıq su, şəkər tozu, quru maya, duz, 1 ədəd yumurta, duru yağ və un əlavə edib yumuşaq xəmir yoğururuq. Ərzaqların dəqiq miqdarını açıqlama hissəsində qeyd edəcəyəm. Xəmiri 40 dəqiqə mayalandırırıq. Pizzanın hazırlanmasında istənilən növ ingredientlərdən istifadə edə bilərsiniz. Mən halallığına 100% zəmanət verilən müsəlman qidasının kolbasa növlərindən istifadə etdim. Keyfiyyətinə və ləzzətinə əmin olduğum hər şeyi sizlərlə bölüşməkdə çox sevirəm. Qeyd edim ki, müsəlman qidası kolbasa növlərinin Bakı və Sumqayıt ərazisinə çatdırılması tamamilə ödənişsizdir. Məhsullardan sifariş etmək üçün açıqlama hissəsində qeyd etdiyim səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz. Videoda göründüyü halda pizza xəmirini 2 hissəyə ayırıb kündələrdən birini soba listinə əlavə edib üzərində vilka ilə dəliklər açırıq. Tomat pastası və mayonezdən hazırladığımız sosu üzərinə əlavə edib mozzarella pendiri, pomidor və kolbasa əlavə edirik. Pizzanı əvvəlcədən isidilmiş 245 dərəcəli sobada təxminən 15 dəqiqə bişiririk. Bişməsinə 2-3 dəqiqə qala sobadan çıxarıb üzərinə təkrar mozzarella pendiri əlavə edib 2-3 dəqiqə daha bişiririk. Çox ləzzətli alınır. Siz də mütləq hazırlayın.